Türk törəsindən 33 buyruq. Qədim türklər həyatlarını törələrə uyğun sürərdilər. Bu törələr onların gündəlik yaşamının, toplum quruluşunun və ədalət anlayışının qanunu idi. Hər bir türk üçün törəyə uymamaq ən böyük günah, törəni yaşatmaq isə ən böyük borc sayılırdı. Aşağıdakı 33 buyruq Türkün qədim törə qanunlarının əsaslarını təşkil edir. 1. Tanrı, yaradan, təkdir. 2. Kim ki Tanrıdan qut almaq istəyirsə, başqasına yalvarmasın. 3. Bir il, bir xan, bir Tanrı. 4. Bir qınaya iki qılınc girməz. Bir qadın iki ər ala bilməz. Və bir budunda iki törə olmaz. Törə təkdir. Törə qəti və kəskindir. Kim ki törəyə uyarsa, qutlanar. Kim ki törəni pozarsa, zərbə görər. 5. Heç kəs törədən üstün deyildir. Dirlik və birlik üçün törə budur. 6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir xan budunundan sorulur. Əlbədə, ər kişi yalan danışmayacaq. 11. Mal oğrusu, mülk oğrusu əvəzinə ödəyəcək. Hesabı ya malı ilə, ya da canı ilə veriləcək. 12. Kim ki bir namusa toxunarsa, canı ilə cavab verəcək. 13. Kim olur olsun, haqsız və aldadıcı iş tutarsa, hesabı dərhal sorulacaq. 14. Döyüşdən qaçan və ya geri duran cəhənnəmə düşəcək. 15. Əf diliyənə qılınc qaldırılmayacaq. Sığınana arxa çevrilməyəcək. 16. Üsyan qaldıranın başı alınacaq. Haqq istəyənin haqqı veriləcək. 17. Heç kəs başqasına üstünlük taslamayacaq. Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə qızılın sarıdan fərqi olmayacaq. 18. Kin və təkəbbürdən uzaq olunacaq. 19. Məzluma mərhəmət, zalıma əzab göstəriləcək. 20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırılmayacaq. 21. Qızı istəyən xan da olsa, bəy də olsa, qız könüllü olduğuna veriləcək. 22. Boş yerə ağac kəsməyəcəksən. Suyu kirlətməyəcəksən. 23. Bilmədiyini bilirəm deməyəcəksən. Bilənə müraciət edəcəksən. 24. Bugünkü işi sabaha saxlamayacaqsan. 25. Qüsur görməyəcək. Qüsur axtarmayacaqsan. 26. Güclükən bağışla, zəifkən səbr et. 27. Yazğına asi olma. 28. Etmiş olduğun yaxşılığı unut. Sənə edilən yaxşılığı unutma. 29. Hər kəs ədalətlə iş görəcək. 30. Nə edirsənsə et, daim hesab veriləcəyini yadında saxla. 20-30. Millətindən yad qalma. İpəyin gözəlinə, sözün şirinliyinə aldanma, onlara boyanma. 32. Xan odur ki, ədaləti üstün tutsun, törəni yaşatsın. Törə yox olarsa, il də yox olar. İl olmazsa, budun qul olar. 33. Ey Türk Oğuz bəyləri, ey millətim, eşidin. Üstə mavi gök çökmədikcə, altda qara yer deşilmədikcə, sənin ilini və törəni kim poza bilər?